Salam əziz və dəyərli müəllimlər. Təzə Time kitabından fellər, verbs mövzusunun testlərinə gəlin baxaq. Birinci sual, auxiliary verb köməkçi fel deməkdir. Main verb əsas fel, link verb isə bağlayıcı fel deməkdir. İndi gəlin uyğunlaşdıraq. A variantına baxırıq. Do some shopping when you pass by the market. Do some shopping. Biraz alışveriş et. Bu ifadədir. Do shopping, alışveriş etmək. Do burada əsas feldir. Yəni burada 2 olacaq. What do you not do shopping? Sən nə üçün deyir alışveriş etmirsən? Burada birinci deməli do qara hərflə verilən auxiliary'dir. Bir yazacağıq bura. İkinci do isə əsas feldir. Amma bizdə qara hərflərlə yazılanlara diqqət edəcəyik. Deməli do köməkçi feldir. C variantına baxırıq. Great changes have taken place in China since 1980. 1980-ci ildən bəri böyük dəyişikliklər Çində baş verib. İndiki bitmiş zamanı düzəltmək üçün have köməkçi felindən istifadə olunur. Deməli, burada da auxiliary verb olacaq. D variantına baxırıq. We have had to have dinner before leaving. Biz getməzdən əvvəl şam yeməyi etməli olduq. Burada da have to modal felinin present perfect forması olan have had to ifadəsini biz burada görürük. Have burada, indiki bitmiş zamanda bilirik ki, have auxiliary verb, yəni köməkçi fel kimi işlənib. Deməli, burada da 1 olacaq. While paint goes pink. Biz bilirik ki, deməli, əgər go feli getmək mənasında işlənərsə, hərəkət mənasını ifadə edərsə, burada əsas feldir. Yəni, main verbdir. Amma əgər getmək felinə fərqli məna ifadə edirsə, nəyinsə vəziyyətin dəyişdiyini ifadə etmək üçün işlədiriksə, bu zaman link verb kimi işlənir. Ağ boya, white paint, ağ boya, çəhrayıya çevrilir. While being mixed, red paint, qırmızı rənglə qarışdırılan zaman, qarışdırılarkən çəhrayıya çevrilir. Deməli, burada go getmək mənasında işlənmədi. Fərqli bir məna ifadə etdi. Dəyişikliyi ifadə etdi və link verb kimi dəyərləndiririk bu zaman. Deməli, 3 olacaq link verb. Uyğunlaşdırsaq əgər 1 B variantı, C variantı, D variantı, 2 A variantı, 3 isə Y variantı. Ümumilikdə D variantımız düzgün cavabdır. İkinci sualımıza baxırıq. Bizdən düzgün cavabı soruşur. Nobody was at home when she returned. O, qayıdan zaman evdə heç kəs evdə yox idi. Yəni, burada to be feili, auxiliary yox, əsas feil kimidir. Main verbdir. 3 yazacağıq. Some famous people, such as Leonardo da Vinci, Albert Einstein were left-handed. Yəni, burada artıq to be feilindən sonra əgər link verb ümumiyyətlə cümləni biz bir-birlə bağlamaq üçün işlənir. Müəyyən qədər də hal vəziyyət ifadə edən feillərdir əslində link verblər. Bax, burada da deyir ki, bəzi, məsələn, Leonardo da Vinci, Albert Einstein kimi bir neçə məşhur insanlar solaxay idi. Solaxay idi və gördüyümüz kimi to be feilindən sonra sifət işlənib və birləşdirici xüsusiyyət daşıyıb sifətlə birləşərək bir, belə deyək, feil əmələ gətiribdir. Ona görə burada link verb kimi işlənir. Amma bir də məsəl üçün nobody was at home. Heç kəs evdə yox idi. Yəni, burada at home özündən sonra məkan bildirən söz gəlir. Sadəcə olaraq, amma was-dan sonra hər hansı bir sifət və yaxud da isim biz görmürük. Deməli, burada əsas feildir. 2-də isə özündən sonra sifət gəlirsə, özündən sonra isim gəlirsə, link verb kimi çıxış edir. C variantına baxırıq. We had been sleeping. Bax, burada past perfect continuous-ın, belə deyək, continuous zaman formasını düzəltmək üçün bin köməkçi feilindən istifadə olunur. Burada isə auxiliary'dir. Ümumilikdə uyğunlaşdırsaq 1C, 2B, 3A. B variantımız bizim düzgün cavab. Üçüncü testimizə baxırıq. Bizdən səhv variantı soruşur. Nobody was at home to welcome us. Bizi qarşılamaq üçün evdə heç kəs yox idi. Burada was əsas feildir. Bu düzdür. All my dreams will come true. Mənim bütün arzularım gerçəkləşəcək. Bax, burada da come gəlmək mənasında işlənmədi ki, come true ilə birləşdirib gerçəkləşmək mənasını ifadə edir. Link verb kimi çıxış etdi. Düzdür. Əgər feil öz mənasından kənar məna ifadə edirsə, artıq onu link verb kimi dəyərləndirə bilərik və bu zaman özündən sonra sifət gəlir. We had dinner before leaving. Biz deyir, tərk etməzdən əvvəl yemək yedik. Had an auxiliary verb. Xeyr, have dinner birləşməsində have əsas feildir və keçmiş zamanda sadəcə olaraq had dinner şəklində işlənib. Ona görə də auxiliary deyil. Səhvi soruşduğu üçün C variantımız düzgün cavabdır. She needn't have come so early. Need a modal verb. Bəli, modal feillərdən sonra bilirsiniz ki, to infinitive işləmir və need modal feilinin inkarı da needn't ilə düzəlir. Bu düzdür. 7-yə baxırıq. He went blind after the accident. Qəzadan sonra, bədbəxt hadisədən sonra kör oldu. Bax, burada da went go feilinin keçmiş zaman formasıdır.
Getmək mənasında işlənmədi. Onun kör olması mənasında işləndi. Deməli, went burada link verb'dur. Deməli, düzgün cavab C variantıdır. Dördüncü testimizə baxırıq. Find out the correct variant where to be is used as an auxiliary verb. Harada to be köməkçi feil kimi işlənmişdir. A variantına baxırıq. He wants to be a pilot. O, pilot olmaq istəyir. Yəni, burada to be əsas feildir. Burada deməli, əsas feildə bizdən nəyi soruşur? Köməkçi feil kimi işlənməsini. Çıxaq bunu. She was 24 when she left the town. Burada onun 24 yaşı var. Burada da həmçinin 24 yaşı var idi. Burada da əsas feil kimidir. We were at the theater. Biz teatrda idik. Yəni, burada da həmçinin əsas feildir. I was increasingly suspicious. Mən deməli, onun motivlərindəndir, şübhələnirdim. Get-gedə şübhələnirdim. Burada da əsas feil kimidir. The house was being painted. Bax, burada artıq keçmiş davam edici zaman formasının məchulunu düzəltmək üçün biz was köməkçi feilindən istifadə etmişik. Deməli, G variantımız düzgün cavab olacaq. 5-ci testimizə baxırıq. 5-ci testimizdə bizdən auxiliary verb, yəni köməkçi feilləri soruşur. I've got somewhere from inspire. Baxın, burada have got indiki bitmiş zamandır. Və indiki bitmiş zamanda have köməkçi feil hesab olunur. Deməli, bir də auxiliary verb istədiyi üçün bir düzdür. Conversation with such intelligent people has inspired. Yenə, indiki bitmiş zamanda işləndiyi üçün köməkçi feildir. I have to be, burada have to modal feildir çıxırıq. I have a terrible pain, burada have pain. Have pain mənasındadır. Yəni, ağrısı olmur. Burada isə əsas feil kimi işlənmişdir. 1, 2, A variantımız düzgün cavabdır. 6-cı testimizə baxırıq. Find out the correct variant where the words underlined are used as a link verb. Demək, deyir ki, altından xətt çəkilmiş sözlərin hansı link verb, bağlayıcı feil kimi işlənmişdir. 1-ə baxırıq. Why does so much violence go unreported? Baxın, go əsas feil kimi getmək mənasında işlənir. Və burada deyir ki, nə üçün bu qədər şiddət, bu qədər vəhşilik, nə üçün məruzə edilməmiş qalır. Deməli, burada getmək mənasında işləmədi. Deməli, burada link verb kimi çıxış etdi. We go shopping. Amma burada baxın, ikinci cümlədə deyir ki, biz alışveriş etməyə getdik. Deməli, burada link verb deyil. İkini çıxırıq. The island looked deserted, far away, uzaqdan ada kimsəsiz görünürdü. Bəli, burada da görünmək mənasında look, link verbdir. Deməli, 3 düzdür. She looked up from her book. O deyir, belə deyir, kitabından yuxarıya baxdı və məni gülümsədi. Yəni, kitab oxuyurdu, kitabından başını qaldırıb mənə baxdı və məni gülümsədi. Burada baxmaq mənasındadır. Burada link verb yoxdur. Look, görünmək mənasında link verb kimi çıxış edir. 5-ə baxırıq. The companies worked well together for a while. Şirkətlər bir müddət birlikdə yaxşı işlədi. But eventually the relationship turned sour. Amma nəhayət, belə deyim, münasibətlər, əlaqələr turned sour, yəni pisləşdi. Deməli, burada turn çevrilmək, həqiqi mənada çevrilmək mənasında olmadı. Vəziyyətin dəyişdiyini göstərdi. Deməli, sifəti işləməklə vəziyyətin pisə doğru vəziyyəti dəyişdiyini göstərdi. Deməli, link verb kimi çıxış etdi. When this wheel turns, deyir ki, bu təkər çevrilən zaman, bax, burada həqiqi mənada çevrilmək mənasındadır. Ona görə link verb deyil. Baxaq sonra, it makes those big stones turn. Bax, deyir ki, bu təkər çevrilən zaman, o böyük daşları da çevrilməyinə səbəb olur. Deməli, burada da yenə daşların çevrilməsinə, dönməsinə, çevrilməsinə səbəb olur. Burada da link verb kimi çıxış etməyibdir. Əsas feil kimi çıxış edib. Deməli, 1, 3 və 5. Y variantımız düzgün cavabdır. 7-ci testimizə baxırıq. Choose the sentence that uses the verb form demək, most appropriately. Deməli, biz burada uyğun işlənən feili seçməliyik. A varianta baxırıq. She didn't used to be afraid of the dark. Bu ifadə elə doğrudur. Bu cümləmiz doğrudur. Baxın, used to, inkar forması didn't used to ilə düzəlir. Və özündən sonra sadəcə to-suz feil gəlib, be afraid. Deməli, A düzdür. B-yə baxırıq. If you want to lose weight, then you will have to get used to eat less. Bax, bu yanlışdır. Çünki to get used-dan sonra gələn feil ing qəbul etməlidir. Bax, burada ing qəbul etməlidir, yanlışdır. Isabella used to renting. Used to-dan sonra ing gələ bilməz. Used to bir zamanlar edilib, indi edilməyən. Yəni, vərdiş almış hərəkətləri, hansı ki, indi artıq o hərəkətlər baş vermir. Bir zamanlar təkrar baş verib, indi baş verməyən hərəkətləri ifadə etmək üçün işlənir və used to-dan sonra sadəcə to-suz feil işlənir. Zaten özünün to-su var.
Amma to be used to'dur, to get used to'dur, to become accustomed to'dur, to get accustomed to'dur. Bunlardan sonra gələn fe'l ayınca, yəni gerund qəbul etməlidir. D variantına baxırıq. She should be pretty used to live. Bax, burada əgər should be used to deyiriksə, o da to be used qaydasıdır. Ayıncı qəbul etməlidir. Yanlışdır. Y variantına baxırıq. Used to. Dedik ki, used to'dan sonra sadəcə to'suz fe'l gəlir. Ayıncı olmamalıdır. Used to play olmalıydı. Yanlışdır. 8-ci testə baxırıq. Complete the sentence with the appropriate option. Uyğun bir variantla gəlin cümləmizi tamamlayaq. Also, my friend Tom has been living in the city for 3 years. Baxmayaraq ki, mənim dostum Tom şəhərdə 3 il yaşamasına deyir. Baxmayaraq, mənim dostum Tomun şəhərdə 3 il yaşamasına baxmayaraq, he is still, bax, indiki zamanla söhbət gedir. Yəni, ona görə keçmiş zaman anlamlarını ümumiyyətlə çıxmalıyıq. Deyə ona hələ də uyğunlaşmayıb. Cümlədə ziddiyyət varsa, deməli, biz burada Y variantını götürəcəyik. Çünki ziddiyyət var. Belə deyək, 3 il bu şəhərdə yaşayıb, amma hələ ona uyğunlaşmayıb. Deməli, inkar forması olmalıdır. Is used to olmaz. Y variantımız düzgün cavab.